Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə fərqlənmə nişanı və xüsusi fərqlənmə nişanı yalnız onlayn qaydada y-xidmət.ayna.gov.az portalı üzərindən veriləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə proses Ayna informasiya sisteminə inteqrasiya olunan fərqlənmə nişanı alt sistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən fərqlənmə nişanının alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş sima və asan imza ilə mümkün olacaq. Sistemin yeni olmasını nəzərə alaraq qarşıya çıxacaq sualları minimuma endirmək üçün istifadəçi təlimatları hazırlanıb. Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.